Dünyanın ən faydalı bitkiləri. Diqqət, bu bitkiləri doğru şəkildə istifadə etsəniz, həyatınız tamamilə dəyişə bilər. Zərdəçal, təbiətin qızılı. Min illərdir istifadə olunan bu sarı möcüzə iltihabları azaldır, beyin hüceyrələrini qoruyur və immun sistemini gücləndirir. Onun əsas aktiv maddəsi kurkumin, güclü bir təbii antioksidantdır. Sarımsaq, səssiz döyüşçü. Qədim Misirdən bəri istifadə olunur. Təbii antibiotik kimi fəaliyyət göstərir. Qan təzyiqini tənzimləyir və ürək-damar sistemini qoruyur. Zəncəfil, immunitetə yanacaq, soyuq dəyməyə, öyümə və həzm problemlərinə qarşı çox effektivdir. Bədəni isidir, qan dövranını artırır və viruslara qarşı qalxan rolunu oynayır. Aloe vera, dərinin qoruyucusu, yanıqlar, yaralar və günəş yanıqları üçün möcüzəvi bitkidir. Dəriyə sürt və ya qəbul et, həm xaricdən, həm də daxildən şəfa verir. Həzm sisteminə də faydalıdır. Nanə, kiçik yarpaq böyük təsir. Mədəni sakitləşdirir, qaz problemini azaldır, təbii ağrıkəsici kimi işləyir və nəfəs yollarını rahatlaşdırır. Təbiət insanı unutmadı. Amma sən də unutma, hər bitki yalnız düzgün istifadə olunarsa faydalıdır. Doğru bilgi ən güclü dərmandır. Sən də bildiyin faydalı bitkiləri şərhlərdə bizimlə bölüş.